Ukraynanın şərq vilayətində Donetskdə hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında atışmalar olub. Gorlovka şəhərində baş verən silahlı qruplaşmalar zamanı mərmilərin bir neçəsinin yaşayış məntəqələrinə tuş gəldiyi bildirilir. Üsyançılar hökumət qüvvələrinin onlara atəş açdığını bildiriblər. Atışma nəticəsində 2 dinc sakin öldürülüb, 6 nəfər yaralanıb. Yaralılar arasında az yaşlı uşaqlar da var. ATƏT müşahidəçiləri qarşıdurmalar nəticəsində dağıdılan evlərə baş çəkiblər. Sakinlərin iddialarına görə hücumlar iri çaplı silahlarla Dzержinsk şəhəri istiqamətindən edilib. Bu şəhər hazırda Ukrayna hərbi qüvvələrinin nəzarəti altındadır. Gorlovkanın Dzержinsk şəhərinə də cavabı gec olmayıb. Dzержinskə atılan mərmilər nəticəsində 3 nəfərin həlak olduğu bildirilir. Belarusun paytaxtı Minskdə əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, Ukraynada keçən il aprel ayından başlayan münaqişələrdə 6500-dən çox insan öldürülüb. Rusiyanın Krımı birləşdirməsi, eyni zamanda Avropa Birliyi və Amerika Birləşmiş Ştatlarının Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə səbəb olub.